Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb. Aprelin 22-sində gecə saatlarında baş verən yol qəzasında xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib. Xatırladaq ki, Təvəkkül Şirəliyevin idarə etdiyi Mercedes markalı avtomobil Qaraməryəm İsmayıllı Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. Təvəkkül Şirəliyev aldığı xəsarətlərdən vəfat edib. Onun 2016-cı il təvəllüdlü oğlu Kənan və baldızının 15 yaşlı oğlu Fəqan Qocayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İlkin məlumata görə qəzaya düşənlər yaxın qohumunun əsgər gedən övladı üçün təşkil etdiyi yığıncaqdan qayıdırlarmış. Lənkəranda yol qəzası baş verib. Hadisə Yeni Ələt-Astara magistralının 166-cı kilometrliyində Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Fiat Doblo markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan Mercedeslə toqquşub. Nəticədə Fiat Doblo'da olan Astara rayonunun Maşxan kənd sakinləri 1980-ci il təvəllüdlü Şöylə Kamil qızı Novruzova və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü İltiqam Əliağı oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. Xəsarət alanlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələrə davam etdirilir. Faktla bağlı araşdırma aparılır.